Ona görə də sənət var idi, ona görə dinlənmə qabiliyyəti var idi. Amma indi heç nə danışır bu? Bir də maarifləndirici bir verilişə baxın, kim baxır? Siz nə fərq hiss edirsiniz həmin o 2000-ci illərdəki dinləyicilərlə indiki dinləyicilərin arasındakı olan dünya görüşü, təfəkkürləri və s. Heç kəs baxmır, heç kimə maraqlı deyil. Maraqlıdır, bilirsiniz nədən? Yoldan keçəni tuturam və o da başlayır öz ailə problemlərindən danışır. Hansısa bir məşhurluq, hansısa bir yerə gəlib çatmaq üçün sizcə səs və keyfiyyət yox, daha bir görüntü, şou və bayağılıq, vulqarlıq eləməyə ehtiyac var. Yüksəklərə çatmaq üçün və orada hər zaman özünü qoruyub saxlamaq üçün çox vaxt qurbanlar, o deyirlər, gözəllik qurbanlıq tələb edir, deyirlər, qurbanlıq tələb olunur. Toyda buna qulaq asırlarsa, bunu oynayırlarsa, evdə də bunu sevirlər. Ola bilər ki, fikir orada formalaşır. O toyda, şadlıq sarayının bir zalında formalaşır, çıxır.